Ben dedim Solmaz xanım mahir idmançı olub, biraz zarafat kimi qəbul elədiniz. Solmaz xanım uşaq yaşlarından o vaxt Sovet dövründə hərbi vətənpərvərlik yarışları keçirirlər, atıcılıq yarışı. Deməli, Solmaz xanım o atıcılıq yarışlarında da çox yüksək yerlər tutubdu və işin ən maraqlı tərəfi budur ki, idmanın atıcılıq növündən Solmaz xanım indi də məşğuldur və çox mahir atıcıdır. Mən onun demək görüntülərini görmüşəm, YouTube-da da var, çox mahir atıcıdır. Yəni onun gülləsindən hədəf yayım var. Və Solmaz xanımın bir atıcılığı da, bir hədəfi vurmağı da o öz arxasınca gəncləri gətirə bilməyidir. Yəni tək Solmaz xanıma aid deyil, bütün bu əvvəldə gələn sənətçilərimizin nəslinə aiddir ki, onların arxasında çox qiymətli bir gənclik gəlir. Həmin gənclərdən biri də Orxan Hüseynlidir. Orxanı dəvət edirəm səhnəyə. Çok sağ olun canım.
Eşkinle yar benim canım aldın, eşkinle yar benim canım aldın, yandırıp közedi onlara saldın. Gözləyirdim mən gec olan eşkimi, məhəbbət mi bu, xəyal mı bilmirəm. Yox qənarım, səbrim daha kəsilir. Yok kararım, səbrim daha kəsilir. Yuxularım mənə qənim kəsilir. İnamım yox olub dinim kəsilir. Məhəbbət mi bu, xəyal mı bilmirəm. Solmazam telli sazımdır sirdaşım, kalbimde çok çekimdi ben almışım. Altmışı geçmişem, yetmiştir yaşım. Altmıştı kesmişəm, yetmişti yaşam. Məhəbbət mi bu, xəyal mı bilmirəm.
gel gel ayama. Yakarmak yokmuş sende, gel gel ayama. Mehabbet yokmuş sende, gel gel ayama. Yakışmağı düştü baştan, gel gel ayama. Ateşim var külüm yok, bülbül oldum gülüm yok. Ateşim var külüm yok, bülbül oldum gülüm yok. Ben bu yaşa düşeli ağlamaktan günüm yok. Ben bu yaşa düşeli ağlamaktan günüm yok. Ağlamaktan günüm yok. Ağlamaktan gönlüm yok. Ben bu eşle düşeli Ağlamaktan günüm yok. ben bu eşle düşeli ağlamaktan gönlüm 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 yok. Var olun. Çok sağ olun. Bizim tariximizdə elə şəxsiyyətlər və onların elə əsərləri var ki, bunlar sadəcə bir tarixi abidə deyil, həm də millətin yenidən quruculuğu deməkdir. Məsələn, 19-cu əsrin sonlarına yaxın Əkinçi qəzeti özdə oxuyan da yox idi. Cəmi 200-300 oxucu toplaya bilirdi. Ancaq Əkinçi qəzeti bizim millətin tarixini, millətin taleyini dəyişmişdi. 20-ci əsrin əvvəllərində Üzeyir Hacıbəylinin opera yaratması, bu da sadəcə bir sənət hadisəsi olmayıb, millətin tarixini dəyişən hadisə idi. Səməd Vurğunun yaradıcılığı, digər böyük elm adamlarının, Gülsüm Məmmədəliyevin tutaq ki, elmi kəşfləri, bunlar millətimizin taleyini dəyişir. Və Azərbaycan millətinin, Azərbaycan elminin taleyini dəyişən nəhəng alimlərdən biri bugünkü məclisimizdə iştirak edir, Nizami müəllim Cəfərov. Nizami müəllim bizim müasirimizdir, yanımızdadır, zarafat edir, ancaq onun böyüklüyünü bəzən olduğu qədər qiymətləndirə bilmirik. Nizami müəllim bu yaxında lap ayağının tozunla gəlib bu məclisə Türkiyədə Türksoy tərəfindən çox yüksək nüfuzlu bir mükafata da layiq görüldü. Nizami müəllim buyurun, Allah sizi elimizdən, obamızdan, millətimizdən əksik eləməsin. Mətin müəllim məni biraz çox təriflədi, biraz yox, həddindən artıq çox təriflədi. Amma Solmaz xanımın bayaq danışdığı bir əhvalat elə mənim də başıma gəlib. Ülkən nüfusada edib, demək, bir nəfər olman yaxınlaşdı, bəs Nizami müəllimə istifadə edən dedim, nə işlə məşğulsan? Dedi ki, mən tutanın polis rəisi. Mən də tabii ki, demədim, amma belə sevindim ki, yaxşı, çox böyük ictimai xadimimiz, dövlət xadimimiz Həsən Həsənov olsaydı, amma heç fikirləşmədən dedim, Həsən müəllim, polis rəisidir, mənim də tələbim. Dedi, sən yaxşı müəllim olsaydı, sənin tələbin polis rəisi olmazdı. Bilmədim, niyə tələbələr həkim olan kimi? Dedim, Həsən müəllim, belə deyirəm, biz kadro hazırlaşdırırıq. Hara oldu, ondan asıldı. Solmaz xanım bütün yaradıcılığının təbiyyəti, xarakteri, tərbiyyə elədi, mətin məmnunluğunu tərbiyyə hazırlamışdı.
nöqtədə belə düşünürəm ki, bizim Qazaq mahalına mənsub. Yəni, o istedad, o xüsusiyyətlər, o mərdanlar, o ürəyə genişdir. Bunlar hamısı o torpaqdan gəlir, özlə bunları elə də asan qazanmaq olmaz. Yəni, təbii olaraq o mənada Solmaz xanım həqiqətən mənsub olduğu torpağın enerjisinin ən yaxşı cəhətdən, ən iti cəhətdən, ən belə insanı insan eləyən və sənətkarı sənətkar eləyən cəhətdən mənimsiyib və ona görə də belə qüdrətlidir. Ona görə səsinin məvahəti belə genişdir, yapazını genişdir, təsiri güclüdür. Bax, bunlar hamısı birinci növbədə təbii ki, mənsub olduğu torpaqlar. Amma eyni zamanda o torpaq özü də məhdud bir coğrafya torpaqlar. Torpaqlar sənət-vurğun çıxır. Sənət-vurğun bizim üçün həmin o öz məkanından, yurdundan, o dar kiçik vətənindən çıxan və böyük vətənin övladı olmağın ən yaxşı nəticəsidir. Yəni, mahiyyətini itirmədən, mahiyyətini, bu yaradıcılıq imkanlarını, bu yerli miliklə bağlı olan keyfiyyətini, şirəsini, nə bilim, nəyi itirmədən yüksəlmişsən. Bax, ona görə sənət-vurğun ki, Azərbaycan şairi olan deyilmiş, elə hər şey itirə yüksəldilsə, Solmaz xanım da o yolu getirdi və ona görə də Solmaz xanım böyle sənətkarımızdır və keçdiyi yollarda həmişə hər yerdə belə diqqət mərkəzində onu edib göstərir, diqqət mərkəzində olubdur. Yaratdıqları saf və təmiz yaradıcılıq hadisəsi olubdur. Burada bəzi musiqilərin adlarını çəkdilər, orada həqiqətən Solmaz xanımın elə məqamlar var ki, orada o doğrudan müəllif. Solmaz xanım oxumağı niyə gözəldir? Sənətkarlığı niyə gözəldir? Çünki yaradıcı. Solmaz xanım şair. Onun oxumağında da şair. Baba Mahmudoğlu niyə gözəl müğənnidir? Birinci növbədə ona görə ki, bəlkə də səsindən də qabaq baba şair. Yəni, o şairliyi onu oxuya o düz yolla aparır. Bax, o cəhətdən həm də Allah'ın verdiyi başqa bir istedad da var. Çox da belə deyək ki, təbliğ edən etdiyini söyləmir. Amma bugün bizə bağışladığı kitablardan bir şeirləri, onun değişmələri var. Çox gözəl değişmələri var ki, bu əlbəttə bizim aşıq sənətimizdə, mən onu Məhərrəm müəllifədə dərindən deyə bilmərəm. Amma bizim aşıq sənətimizdə, bizim değişmələrdə xanımların yeri. Əgər bizim değişmələrimizdə aşıq sənətində xanımların orada yeri olmasaydı, o değişmədən biz xanımlar üçün hansısa böyük belə deyək ki, yəni belə minnət qoymazdı. Deyərdi ki, bəli, değişmələr ancaq aşıqlar deyilir, ustadla şəir değişikdir və bəzən şəir ustadına qalib gəlib yanımızlar sizinlədir. Amma aldı Gülgəz, aldı Abbas. Bunlar o deməkdir ki, bizim şair qadınlarımızın etik verilməsidir. Bizim eposumuzda da bunu da Solmaz xanım çox böyük məmuriyyətlə inkişaf elətdirir, çox böyük sənətkarlıqla inkişaf elətdirir. Solmaz xanım haqqında mən də bir neçə anekdotlar bilirəm. Bunların hamısı Solmaz xanımı tərəmmüm edir. Belə şeylər yox. Solmaz xanımın zarafat eləmək olmaz. Solmaz xanımdan deyir ancaq bir Hüseyin Arif zarafat eləmək. Allah rəhmət eləsin. Hüseyin Arif bizim aşıq sənətimizə elə Məhərrəm müəllim poeziyamıza göstərdiyi xidmət qədər xidmət göstərir. Hüseyin Arif demək aşıqların qurultayını keçirdir. Qurultaya da gələn aşıqların əksəriyyəti salyandır. Bizim bu Qazaqlar, Oğuzlular, Qədəbəylilər gəlirlər ki, Respublika keçir, hamısı salyandan bilər.
deyir ki, yox, elə də deyil. Elə də deyil. Bu salyanların çoxlu qonaqlarım gəlir. Bunların da hamısı məni görür. Kim qaşını görür? Mən də onlara lazım şəkildə bu qarşılarına çıxır. Bizim Qazaqlı gəlib var və deyəcək ki, aşıq ələsgərdən sonra bir sazını da götürüb gələcək. Bu da mənə lazım deyil. Amma salyanlı aşığın gəlməsinin ayrı dərdi var. Yəni Hüseyin Arif kimi böyük sənətkar, böyük mütəfəkkir hərdən belə zarafatlara da, gerçəkliyi olan zarafatlara da yol verir. Bir dəfə gecə nə bilim saat neçədə zəng eləyib ki, olmaz, hazırlar, bilmirəm, hara? Şamaxıya gedəcəyik. Şamaxıya gedəcəyik, konsert verir. Orada mənim görüşüm. Orada mənim görüşüm. Deyib ki, hadi söyləyək. Gecə vaxtında nətəri gedir, hara gedir. Deyib ki, elə söhbət eləmə. Aşığın ailəsi mi olar? Aşığın uşağı mı olar? Yox, deyir, aşıq el aşığıdır. El aşığı deyir. Elin arvadıdır. Elin adamdır, sən öydə oturum, nə arıyorsan? Öydə oturmaqla aşıq mı olmaq olar? Bax belə, onu da ancaq Hüseyin Arif bilirdi ki, kimədir, onu Solmaz Musayeviyə oxuyan. Və onun eşitdiyi cavaba da, ona müqabil cavabı belə aşıq Solmaz Musayevə verə bilər. Solmaz hanım, sizə siz həyatınızın ən gözəl saat günlərini yaşayırsınız. Oradan da yaş insanı həm də ona gətirib çıxardır ki, bu yaşadığın illərin ləzzətini alırsın. Amma qabaqlar siz bəlkə də indikindən daha şakraq oxumusunuz. Amma bununla yanaşı sizin əvvəlki təcrübə halınız o qədər zəngin olmadığına görə bu bir günün ləzzəti olub. Amma bugün siz o təcrübə halı tutmuş, onu yaşayırsınız. Bax, burada o çalınan əllər ki, çalınır və siz təriflənirsiniz. Bu sizin bugünkü oxumanızdır. O illərlə qazandığınız hörmət, nüfuzdur. İndiki səsinizdə o illərlə, o istedadla daşıdığınız səslər hamısı güzel. O istedad, o səs, ona görə deyirlər ki, bu səmimiyyət də tarixən qazanılır. Səmimiyyət bizdən də o gərək yaşana və səmimiyyət olacaq. Mən sürətdən təbrik edirəm və mən əmirəm ki, siz bizim aşıq sənətimizin tarixində artıq dövdünüz. Siz o tarixin zəngin bir səhifəsisiz və ona görə də sizinlə fəxr eləməmək, sizi sevməmək mümkündür. Sizi sevməyən onda demək o ümumiyyətlə gərək bir dünyada var. Çox sağ olun Nizam müəllim. Karvan karvan göydən buludlar köçür. Öz bəxtinə hər kəs bir ülkə seçir. Qocalırıq. Ömür keçir, gün keçir. Oxu gözəl, oxu gözəl. Qoy səsin qulağında kaman kimi tükəsin. Bu böyük sənət qurğunun şeiri. Və indi dəvət eləyəcəyim müğənni, gənc Çilənay Hüseynli. Bu Vaqif Səmədoğlu'nun sözlərinə bəstələnmiş, özünün bəstələdiyi bir mahnını oxuyacaq. Çilənayı dəvət eləyirəm səhnəyə. Solmaz xanım, sizi ürəkdən təbrik edirəm. Siz özünüz bilirsiniz ki, mən sizinlə də çox istəyirəm. Siz bizim ailəmizdə üzgüsüz sağ olun ki, bugün tədbirdə mənə verirsiniz. Borcumuzdur canım yana. Gençlər öndə olmalıdır hər zaman.
deniz üstü var, sahili sapsarı var. Eser safta sevgili, rahat yat gözünü yum. Lap uzakta bir ataş, lap yakında yokluk var. Ben buradayım, rahat yat, o şirin olsun. Sağ elinde al güneş, sol elinde sarı ay. Gece gündüz bendedir sevgilim. Vay vay, vay vay sevgilim. Vay vay, vay vay, vay vay sevgilim. Başın üstte dürüye, ayağın altta mezar. İki kutuptan kurulu, sen gördüğün yoklar. Başın üstte dürüye, ayağın altında mezar. İki kutuptan kurulu, sen gördüğün yoklar. Sağ elinde al güneş, sol elinde sarı ay. Gece gündüz bendedir sevgilim. Vay vay, vay vay sevgilim. Vay vay, vay vay sevgilim. Çok sağ olun. Çok sağ ol. Burada Səməd Oğlundan dedi, Səməd Oğlunun bir müstahası da var, ancaq qorxmayın dedi. Boy uzansın, gecə geciksin səhər. İndi məclisimizin axırına yaxınlaşırıq. Səbirli olaq. Mən İlhamə Qəsəbovanı dəvət edirəm. İlhamə Qəsəbova filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi işçisidir, dosentdir və onun ən başlıca keyfiyyəti də odur ki, aşıq sənətimizin tədqiqatçısıdır. Yəni sadəcə aşıq sənətini yaşatmaq azdır, mən elə gəlir ki, həm də onu tədqiq eləmək, onun elmi cəhətdən izah eləmək və dünyaya çatdırmaq ki, bu aşıq sənəti nədir? Və bu sahədə də İlhamə xanımın çox böyük fəaliyyəti var. O ilin demək olar ki, hər ayında bir ölkədə Azərbaycan aşıq sənəti haqqında mühazirələr olur. Teşekkür ederim Metin, çok sağ olun, minnettarım. 1961. yıl Qazax rayon Səməd adına Pionerlər evində sazçı Qızlar ansamblı. Təkcə bu söz bizə imkan yaradır ki,
Qazax aşıq mühitində qadın aşıqlarının rolundan danışa bilər. Baxmayaraq ki, Sovet dönəmidir. Baxmayaraq ki, dastanlarımızda bayaq mənim müəllimim, çox hörmətli Nizam müəllim dediyi kimi, qadın aşıqlarımız kişi aşıqları ilə yanaşı meydanlarda değişir və bu meydanda həmin kişiləri bir qəhrəmana çevirir. Amma Sovet imkan vermirdi ki, qadınlar aşıqlıq sənətinə gəlsin. Bu təfəkkür evdə atalarımızın, qardaşlarımızın, hətta ailə qurduqdan sonra həyat yoldaşlarımız tərəfindən həmin qadınları sazdan yer alırdı. Amma Qazaxda günəş kimi parlayan Pafizə Musayeva, Koroğlu aşığı, işıq kimi saçan Solmaz xanım Kosayeva və İncə dərəsindən Aşıq Kifayət adı bütün mahala bəllidir. Çaylıdan Lütfiyə Musayeva onların sonuncu varisləri idi. Və bundan sonra gələn gənclər həmin qadın aşıqlarının getdikləri yolun üzərindən yol aldılar. Solmaz xanım Kosayeva 6 yaşından aşıqlıq sənətinə gəlməyi ilə yanaşı, həm də Qazax aşıq mühitinin bugün qadınlar tərəfindən necə icra ediləcəyini örnək olaraq göstərir. Solmaz xanım Qaravəlli bilir, Solmaz xanım dastanlardan örnəklər danışa bilir, aşıq havalarını gözəl bilir, gözəl şiirləri bilir. Və elə bir dövrdə aşıq sənətində meydana atılmışdı ki, azman sənətkarlar var idi. Aşıq Ağdı var idi, Dərya Məhəmməd var idi, Aşıq Cəlal var idi, Aşıq Kərəm var idi, Daşsalaqlı Aşıq Bəhrəm əmi var idi həmin dönəmlərdə. Çaylıda Murad əmi var idi, söz bilicisi idi. Bütün məclislərdə Muradın adı gələndə hər kəs geri çəkilirdi. Və ən nəhayət Aşıq Ədalət Nəsibov kimi azman bir sənətkar var idi. Və onların qarşısında Qazaxda aşıqlıq eləmək hər qadının hünəri deyildi. Amma meydanda sazı ilə, sözü ilə, təbii ki, hər zaman mən müğənniyəm deyərək çıxış edən Solmaz Kosayevanın adının önündə heç vaxt müğənni Solmaz Kosayeva deyilmədi. Hər zaman aşıq Solmaz Kosayeva deyildi. Solmaz xanımın ata-babaları özü də təsdiq eləyər. Mənim araşdırmalarımda saza, sözə qapı açan ustad sənətkarları evində qonaq edən, onlara meydan açıb süfrə verən və evində gecədən sabaha qədər dastan danışılan bir ailə olubdur. Demək ki, laylası sazın sədasında tutulur Solmaz Kosayevanın. Bəlkə də ona görə sazdan qopa bilmir. Dünyanın istənilən ölkəsində meydan alan Solmaz Kosayeva həm də orada aşıqlıq sənətinin saz alətini göstərmək məharətinə malik olub. Təbii ki, bu onun saza olan böyük sevgisindən idi. Saz verilişlərin birində Nizami müəllim demişdi, iki halda özünü göstərir. Həm alət olaraq, həm aşığın əlində ənənənin daşıyıcısı olaraq. Solmaz Kosayeva iki misyanda daşıyır. Aləti olaraq da onu göstərir Azərbaycan aşıq sənətində sazın rolunu, həm də aşıq olaraq əlində çaldığı o qopuzdan qopan törəmə sazı olaraq göstərə bilir. Təbii ki, mən Solmaz xanıma uşaq yaşlarından heyran olmuşam. Sədasını eşitmişəm, anamdan hər zaman Pionerlər evində onun gözəlliyi haqqında Qazaxda hər kəs danışırdı. Solmaz xanım, mən deyərəm ki, Qazax mahalının qadın simasında da çox gözəl bir qadındır. Bugün də gözəlliyini qoruyub saxlayır. Onun haqqında anamdan hər zaman uzun saçlı, çox gözəl, səhnəyə çıxarkən hər kəsin diqqətini cəlb edən, Azərbaycan qadın simgəsinin ifadəsi olan bir qadını mən toplama işlər başlayanda araşdırıb onun evinə gedərkən tanıdım və sonra qismət elə gətirdi ki, Solmaz xanımın 55 illik yubileyində də Qazax Mədəniyyət evində mən çıxış edərək ona ürək dolu təbriklərimi çatdırmışdım. Gün o gün olsun 85-də çıxış edəsən İnşallah. Hər 15 ildəndir. Sağlıq olsun. Solmaz xanım, ömrünüz bərəkətli olsun. Ruhunuz hər zaman belə gözəl olsun. Sizin şairlik məharətinizlə yanaşı həm də folklorun laylalar və bayatılar janrında da çox gözəl bayatılarınız var. Ananıza olan sevginiz var. Bu da bizlərə bir örnəkdir. Hər zaman belə təbəssümlü, hər zaman gözəl olasınız. Hər zaman hər kəsin içərisində qoruyub saxladığınız bu abrı, ismət, həya və sevgi başınızın tacı olsun. Sağ olun. Varlığınız üçün sağ olun. Solmaz xanımın ən böyük keyfiyyətlərindən biri də
o hələ lap gənc olarkən, yeniyetmə olarkən böyük səhnəyə Kəlağayda çıxmaq olubdu. Və ondan sonra bu aşıq sənətinə gələn qızlar arasında bir növ bir ənənəyə də çevrilmişdi. Mənim yadıma gəlir, televiziyada işləyirdim mən. Samirə onda balaca idi, anasından bir yerdə gəlirdilər, uşaq verilişlərinə gəlirdilər və mən dəfələrlə ondan xahiş eləmişdim ki, bu dəfə də başı açıq çıxış eləyə bilərsən də. O Kəlağaydan o vaxtı əl çəkmirdim. Maraqlıdır ki, axır vaxtlar ümumiyyətlə Kəlağayıma mən Kəlağay muzeyinə hədiyyə eləmişəm. Kəlağay muzeyinin sədri Gülü xanım, xahiş edirəm, səhnəyə gəlin elə, adınızı çəkmişdim. Mən öz gəlinli Kəlağayımı o muzeyə hədiyyə elədim. Güllü xanımın başındakı həmən Kəlağay deyil hər halda. Ağ Kəlağaydı məncə. Qazaxlı qızıyam, adım Mirvarid, şeirə Mirvari ilə olmuşam varid. Azərbaycanın ilk qadın xalq şairi Mirvari Dilbazi. Əziz tədbir iştirakçıları, əzizimiz Solmaz xanım, müəllim, hər birinizi Mirvari Dilbazi poeziya məclisi adından ürəkdən salamlayıram və Solmaz xanımı təbrik edirəm. Doğrudan da Solmaz xanımı bugün ellər, obalar, Azərbaycan xanımı, Azərbaycan xalqı təbrikə gəlibdir. İnsanlar öz ailəsində, ocağında ad günü, yubileyi qeyd olunur. Bugün Solmaz xanımın ad günü, bax belə, onun sevdiyi xalqının içində, xalqı tərəfindən qeyd olunur. Bugün mübarəksiniz, bugün möhtəşəmsiniz. Ürəyin isti-isti, alnı açıq, sözün düz. Əyilməz dağlar kimi vüqarlı təmkinlisən, bulud altında qalan işıqlı ulduz kimi pünhan yanıb sönürsən, uzun əsrlərlə sən, Azərbaycan qadın. Yaxşı günün dostusan, yaman günün sırdaşı, göstərmişsən dostluqda möhkəm sədaqətini, anası mərd olan kəs, heç əyməsin başını. Dünya analarının ey qoçağı, vətini, Azərbaycan qadını. Kiçik bir çay deyilsən, coşasan sel gələndə, dərya qədər səbrinin görünməz sahilləri, əyilmədi dizlərin üstünə qəm gələndə, vüqarla saldın yola, keşməkəşlikləri, Azərbaycan qadını. Alnı açıq, sözün düz, hər işdə mötəbərsən, əyilməzsən heç zaman dünyanın sərvətinə, sən özün də birərsən, igidərlər içində, eşq olsun, tarix boyu sənin ülüyyətinə, Azərbaycan qadını, Azərbaycan qadını. Mirvarid Dilbazi bir də yazırdı ki, hər papaq qoyana kişi desəm mən, kişilər inciyər səxavətimdən. Baxın, belə qadınlar da yetirib vətən, günahdır onlara kişi deməsəm. Solmaz xanım, canım mənim, əzizim mənim, sizi bağrıma basıram, sizə saz ömrü, sizə söz ömrü, həm də Kəlağay ömrü arzulayıram. Var olun. Var olun, sağ olun canım. Sağ olun, təşəkkür edirəm. Aşıq şair güncəli, bu tamamilə özünə məxsus bir üslubu olan və bu klassik üslubu Aşıq Ağdı İncəlinin, Kərəm İncəlinin, Aşıq Cəlalın, Aşıq Dərya Məhəmmədin bu nəfəsini, aşıq intonasiyalarını müasiri ilə qovuşduran qeyri-adi bir istedad sahibidir. Onun bir istedadının bir istiqaməti də səbirli olmağıdır. Yəni bu məclisə bir saat əvvəl gəlmişdi, onu ən axıra saxladıq. Aşıq Şaiq İncəli, bu şərli havasından Solmaz xanımı təbrik ediləcək.
Cumanız xeyir olsun. Çok değerli. Bu güzel günün insanları, güzel el oğullarımız, el kızlarımız. Solmaz Hanım yürekten tebrik ediyorum. Allah sizi korusun, var olun. Geçe böyle illere çatasın inşallah. Bak burada eğleşen güzel insanlarla bir yerde 100 yaşını qeyd ediyor inşallah. 100 çoktur, 96 Allah xeyir versin. Sen maşallah 100 yaşayacaksın Allah. Ona göre maşallah özüne bakanlık kadınsan. Həmişə her yerde Sirrini mən bilirəm, sənə deyəcəm. sahip kalır. Dalaşmayın, 100 də üstə mən qoyuram. Yok yok 100 bəsdir. Allah var eləsin her birinizi. Ben de istiyorum Nizam benim. Solmaz Hanım bir şiirini okuyor. Allah sağ olun. Herden sor hayalımı ya da sal beni ay balım. Herden sor hayalımı yoxlayam ben seni. Al benim hayatımı gülden oy oy şehden. Al benim hayatımı gülden şehden. Tenha ben övşetekten boyuğla beni ay balam. Tenha ben övşetek koklayam ben seni. Böyle herden yadda yaşın olayar çözele. Herden yadda yaşın olayar çözele. Qayıd ötəyen günə bir şeyə nəzərə ay balım. Qayıd ötəyen günə bir şeyə nəzərə. Ben kim eyletmişem şeyreye gazele. Ben kim eyletmişem şeyreye gazele. Her zaman yadında saklayam ben sen ay canım. Her zaman yadında saklayam ben sen. Sen bakıp ayak yara kaş göz eyledin hay. Kalbin buzaya döndü saldaya şeyledin ay canım. Kalbin buzaya döndü saldaya şeyledin. Solmaz yok yadı sirdaya şeylenir. Solmaz yok canan yadı sirdaya şeylenir. Yeter çehyayayım oxlayım ben sen.
çək ay ay oxlar yeter çək ay ay oxlar Çok teşekkürler. Var olasın. Var olun aşk şahit. Can evine sıkışmayan arzular, bir dünyada neçə dünya arzular. Məhəbbətin nə ilki, nə sonu var. Oxu, gözəl, oxu gözəl, qoy səsin, ürəyimdə kaman kimi titrəsin. Belə yol gedirəm ey yollar çandı dumandı Yar yoldaşım oy bir sen Gümüşü duman Derdin mənim, derdin mənim Ay bu dünyada ne derdin alem ey yalnız kalmak yamandı Oxu gözəl, oxu Mənim dərdimi, mənim dərdimi Aləm dərdimi Yol gedirəm, yollar səndi, dumandı Yar yoldaşım bir sən gümüş cumandı Bu dünyada yalnız kalmak yamandı Oxu gözəl Oxu mənim dərdimi Belə təşinə könülə dərdin alem ey ocaq yeri, köz yeri Bir deyən yox, dərd bizimdir göz yeri Boy qadanım, yar qadanım Mənim sinema dərdin alem ey deyilməmiş söz yeri Oh gözəl, oh Oh gözəl, oh Mənim dərdimi, alem dərdimi Təşnə könül, ocaq yeri, köz yeri Bir deyən yox dərd bizimdir göz yeri Mənim sinəm deyilməmiş söz yeri Oxu gözəl, oxu mənim dərdimi Silci de derdin alemi yad ellere sığınmazı Demirilme daş biresiz toplumaz Oy kadanım, ben kadanım Benim derdime derdin alemi özce dilden okunmaz Oku güzel oku Oku ozan oku Benim derdimi, benim derdimi Benim derdimi, benim derdimi Əsli git yad ellere sığınmaz Demir ilme taş biləksiz toxunmaz Mənim dərdim özgə dildə oxunmaz Oxu ozan, oxu mənim dərdimi Oxu anam,
Oxu mənim dərdimi. Ağamal Sadiq Əfəndi, Allah rəhmət eyləsin. Sizlərə can sağ olun. Yüz yaşayın, hiç olmazsan. Sağ ol, var Ben ol. sözümden dönem değil, 100 yaşayın. Var olun Məhmədim, her biriniz var olun. Sağ olun, sağ olun. Əziz dostlar, mən bu gözəl axşamda söhbətimi yaddaş mövzusu üzərində qurmağa çalışdım. İndi yaddaş dünya mədəniyyətşünaslıq elmində də, dünya fəlsəfəsində də yaddaşın cəmiyyətin həyatında, ümumiyyətlə bəşəriyyətin getdiyi yolda yaddaşın yeri məsələsi çox ciddi şəkildə araşdırılır və bu sahənin böyük mütəxəssislərindən biri, görkəmli mütəfəkkirlərdən biri deyib ki, yaddaş yalnız keçmişin xatırlanması deyil. Yaddaş zamanın iki sahilini bir-birindən birləşdirən bir körpüdür və millətin ruhu, toplumun kimliyi keçmişdən gələcəyə həmin körpünün üstündən keçir. Və Solmaz xanımın yaradıcılığı, istər onun musiqi yaradıcılığı, istər şeirləri, istərsə də buradakı bu məclisin özü də bir yaradıcılıqdır. Bu da bizi keçmişimizdən gələcəyə bağlayır, gələcəyə aparır. Mən sözü Solmaz xanımın özünə vermək istəyirəm. Onun balaca bir proqram hazırlayıb, bir vida proqramı. Özünü Solmaz xanım özü bildiyi şəkildə bu məclisimizi yekunlaşdırır. Əslində mənim missiyam bitib Solmaz xanım. Aşağıdan da baxa bilirəm sizə. Həm də buradan da gözəl görünürsünüz. Mən bayaq qeyd elədim ki, fərqli bir repertuarla qarşınızdayam. İkinci Qarabağ müharibəsindən öncə, bir il öncəydi, bayraq günüydü. Hilton otelində silahlı qüvvələrin böyük bir kompozisiyası var idi. Abdullah Qurbaninin hazırladığı kompozisiyaydı. Mən orada şəhid anası obrazındaydım, şəhid anası rolundaydım. Və mən o vaxt özümün mərhum Əli Bəloğlu'nun sözlərinə bəstələdiyim, şair publisist Əli Bəloğlu'nun sözlərinə bəstələdiyim Vətən Haray şeiri, marş tipli bir mahnıdır. Demək istəyirəm ki, onu sizin qarşınızda ifa edeyim. Vətən barda qalmaz bizimdir həyat, düşmənə hər zaman zorqadasıyıq. Vətən barda qalmaz bizimdir həyat, düşmənə hər zaman zorqadasıyıq. Ulu dədələrin ruhuna rahat, hünərlə zəfərlər qazanasıyıq. Ulu dədələrin ruhuna rahat, hünərlə zəfərlər qazanasıyıq. Qalxdı Azərbaycan, qalxdı kimi, düşmənlə sona təy savaşımız var. Qalxdı Azərbaycan, qalxdı kimi, düşmənlə sona təy savaşımız var. Vətən oğulları coşun sel kimi, müqəddəs qələbə bizimlə olar. Vətən oğulları coşun sel kimi, müqəddəs qələbə bizimlə olar.
Düşmənlə sana tek savaşımız var. Vətən oğulları coşun sen kimi, müqəddəs qələbə bizimlə olar. Vətən oğulları coşun sen kimi, müqəddəs qələbə bizimlə olar. Sesleri döyüşe bizi intikam, zalimin gözüne ağlı saları. Sesleri döyüşe bizi intikam, zalimin gözüne ağlı saları. Vətən torpağımız sızlayan yaram, mənfur yağdılardan qısas saları. Vətən torpağımız sızlayan yaram, mənfur yağdılardan qısas saları. Ah Azərbaycan, ah ürək kimi, düşmənlə sana tek savaşımız var. Ah Azərbaycan, ah ürək kimi, düşmənlə sana tek savaşımız var. Vətən oğulları coşsun sen kimi, müqəddəs qələbə bizimlə olar. Vətən oğulları coşsun sen kimi, müqəddəs qələbə bizimlə olar. Müqəddəs qələbə bizimlə olar. Müqəddəs qələbə bizimlə olar. Çok şükür ki qələbəmiz bizimle oldu. Çox sağ olun. Çok teşekkür Solmaz xanım. ederim. Ümidvaram ki beğendiniz bu mahnımı da. Növbəti gələn mahnım lirikadır. Yine İlдар İsmail'in, Allah'ın rəhmət eləsin şairimize İlдар İsmail'in sözlərini müraciət eləmişəm. Teşekkür ederim. Sağ olun. Benim bizlerimə nəticəsi də çox sağ olun, var olun. Sağ olun, var olun. Teşekkür ederim, var olun. Çok sağ olun, teşekkür ederim. Açmanın var olasınız. Var olun, sağ olun. Bu güzel mahnı ilk defadır. Tamaşaçılar karşısında okumuş. Diyor ki uğurlu olacak inşallah. Çünkü günlerine çok çiçekler geldi. Daha görünmez sinesi, yüz yerden dalmış
yarası yüzüne bağlı könlümün. Var olun. Çox sağ olun Solmaz xanım. Bu Solmaz xanım mahnı oxuyanda dedi ki, mən bu mahnını qələbəmizdən əvvəl yazmışam, ancaq o mahnı əsl qələbə mahnısı idi. İndi səsləndirəcəyi mahnıda da eyni biz motivi hiss edirik. Azərbaycan xalqı 44 günlük müharibədə biz silahımızla qalib gəldik. Əvvələn ilk növbədə dövlət səviyyəsində aparılan siyasətin gücü idi, siyasətin təntənəsi idi, silahlarımızın təntənəsi idi. Bu silahları işlədən beyinlərimizin təntənəsi idi. Bir də mənə elə gəlir ki, bu yaddaşımızı özündə yaşadan, bizim qəhrəman keçmişimizi bizə unutmağa qoymayan bu cür mahnılar, bu cür şeirlər, bu cür ədəbiyyat, bu cür mənəvi sərvətlərimiz bizi məğlub olmağa qoymadı. Bizim qələbə enerjimiz oldu. Solmaz xanımın indi növbəti oxuyacağı mahnıda da biz bunu bir daha görəcəyik. Mən anlayam. Güzel bir mahnımız vardı bizim Zeynep Hanım'a kazanmışa. Ona geldim oldu. Ona ses şöyle dedim. Ve ben anlayam her zaman sızıldamışım. Şükür Allah'ın büyüklüğüne ki yine de diyelim vücutlarımıza şehit olan vücutlarımıza rahmet versin. Canlı şahitler olan gazilerimize de misafir versin. Ve bu illerin layıklı davranışı Ali Başkan'ın yanında Allah can sağlığı versin ki bizim üstümüzden ibarəlikəni götürdü ve bugün biz dünyanın harasına gediriksə mahnılarımızı artık onun açıqlıqla okuyorduk. Ben Paris'te Qarabağ Üniversitesi okuyordum. İnanın ki Sızıldaya okuyordum. Şuhan Dağları okuyordum, Sızıldaya okuyordum. Ama bugün çok şükürler olsun ki bütün torpağımız deliyim. O da olacak inşallah. Hele de Pərvizin dəstəmdə var inşallah. O da marş tiflidir. Onu da okuyacağım növbəti konsertimdə. Ve ben yine de Eldar İsmail Allah gəni rəhmət eləsin. Siz inanırsınız ki torpaqlarımız alındı tam qələbəni görmeden yazdığı şeirdi. Səhifəmdə qabağıma çıxdı. Özünün hiç xəbəri olmadı. Artık bunu yazmıştı ve ben onu okudum. Adı Can Xocalındı. Artık torpaq bizdə olandan sonra ben bunu bəstələmişim ve sizin karşınızda ve efirdə də oxumamışım. İlk dəfədir ben bunu söyleyeceğim burada Can Xocalın. Sene kurban Can Xocalım, gözün aydın üzün gülsün. Sene kurban Can Xocalım, Azerbaycan igidləri aldı qanadan Xocalım. Azerbaycan igidləri aldı qanadan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilhama var. Sen güləndə gülər həyat Can Azerbaycan Xocalım, şəhidlərin ruhları şad, torpaqların ilhama var. Sen güləndə gülər həyat Can Azerbaycan Xocalım. Baştan yazar sizden, geçtin ottan, geçtin közden. Tarih baştan yazar sizden, qadı düşmən əlimizdən.
elimizden kaçamadı yan kocalım. Kar düşman elimizden kaçamadı yan kocalım. Şehitlerin ruhları şad, torpakların ilhamı. Sen gülende güler hayat, can Azerbaycan Xocalım. Şehitlerin ruhları şad, torpakların ilhamı. Sen gülende güler hayat, can Azerbaycan Xocalım. Şehitlerin ruhları şad, torpakların ilhamı. Sen gülende güler hayat, can Azerbaycan Xocalım. Şehitlerin ruhları şad, torpakların ilhamı. Sen gülende güler hayat, can Azerbaycan Xocalım. Şehitlerin ruhları şad, torpakların ilhamı. Sen gülende güler hayat, can Azerbaycan Xocalım. Can Azerbaycan Xocalım. Can Azerbaycan Xocalım. Can Azerbaycan Xocalım. Var olun. Teşekkür ederim. Var olasınız canım. Aziz, bugün beni sevip gelenler, beni sahip gelenler. Ömrüm geçmiş çağdı, çok güzel çağdı. Çok müdürük çağdı. Genciken biz deyirdik, 60 yıl yaşlıydı, dünyasını değişikti. Niye bu kadar üzülürler, bunun yakınları. Ama ben Ömür kitabımın 70. sayfasını okudum, bitirdim. Gördüm ki ben hiç ne yaşamamışım. Benim yaşamak eşkim, yaratmak eşkim ölüşten sonradır. Allah'tan her birimize sağlam, bereketli ömür arzulayıram. Evinizde her zaman sazla söze, musiqiye ihtiyac olsun. Süfrəniz həmişə bol olsun, canınız sağ olsun. Evlat toyu görəsiz, nəvə mürvəti görəsiz. Burada əyləşənlərin əksəriyyəti nənələr, babalardır. Mən də nənəyəm, mənim də 5 gözəl nəvəm var. Mən də onların mürvətini görmək istəyirəm bu arada, onu da qeyd edeyim ki. Və mən dünyanın bir çox ölkələrində olanda, Azərbaycan himni çalınanda, möhtəşəm təqdirlərdə əlbəttə ki, inanın o qədər qürurlanırıq ki, bunun açıqlaması olur. Bir neçə il bundan öncə bizim Qazağın Göyəzən İdman Qaldırma Klubu Polşada yarışmadaydı, mən onu izləyirdim. Orada bizim gənc uşaqlarımız 9 qızıl medalla Azərbaycana döndü və orada Azərbaycan himni çalındı. İnanın mən Bakıda ürəyim buradan çıxmağa gəlir və o vaxtı bir şeirim ərsəyə gəldi və o şeirimə də mahnı bəstələdim. Son demeyeyim, axarıncı deyim. Axarıncı olaraq da o mahnımı oxuyacağım. Yordumsa sizi öncədən üzr diləyirəm. Var olun, yine gələn ayaqlarınız var olsun deyirəm. İnşallah yaşayacağım. 80 ilində də inşallah sizi görəcəm. Allah olsun. Gözəl vətənim. Ayoklar diyarım güllü gülşeni.
Çox təşəkkür edirəm. Var olun. Gələn ayaqlarınız var olsun deyirəm. Allah sizləri qorusun. Nə yaxşı sizlər varsınız. Məni mən eləyən, məni xalqa sevdirən sizlərsiniz. Var olun. Xoş gəldiniz. Gülə-gülə evinizə gedin. Əhval-ruhiyyəniz ümidvaram ki, yaxşıdır. Öpürəm hamınızı. Sağ olun bağrıma Solmaz basıram. xanım. Bir daha sizin yubileyiniz mübarək olsun. Yeni sizin uğurlarınızda iştirak eləyək.